Yəni bizim ərazimiz bizdən xəbərsiz sadəcə olaraq istifadə olunmuşdur. Azərbaycan prezidenti İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi haqqında iddiaya cavab verib. İyulun 19-da Almaniyanın Die Zeit qəzetində dərc olunan iddiaya görə kanslerin keçmiş aparat rəhbəri Ronald Pofalla və Federal Şuranın keçmiş prezidenti Matthias Platzek iyulun 13-də Bakıda Rusiyadan gəlmiş nümayəndələrlə görüşüblər. Rusiyalı nümayəndə heyətinə isə keçmiş baş nazir Viktor Zubkovun rəhbərlik etdiyi bildirilib. İyulun 21-də Berlində rəsmi səfərdə olan Əliyevə mətbuat konfransında bu haqda sual verilib. O cavabında adı çəkilən şəxslərin həmin günlərdə Bakıda olduğunu təsdiqləyib. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil edilməmişdi və belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş deməli statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Prezident əlavə edib ki, bu görüş Ukrayna və Rusiya arasında müharibənin başa çatmasına səbəb olacaqsa, Azərbaycan bunu alqışlayır. Almaniya kansleri Friedrich Merz isə belə bir görüş haqqında məlumatı olmadığını deyib. Die Zeit qəzeti görüşdə konkret hansı məsələlərin müzakirə olunduğunu açıqlamayıb. Lakin nəşr yazır ki, Rusiya tərəfi Ukraynadakı müharibənin yalnız öz şərtləri əsasında başa çata biləcəyi mesajını verməyə hazırlaşır. Həmçinin iddiaya görə müharibədən sonra Rusiya ilə Almaniya arasında münasibətlərin normallaşdırılması məsələsi də gündəlikdə olub. Qəzet yazır ki, bu cür görüş ilk deyil. İddiaya görə tərəflər 2024-cü ildən mütəmadi olaraq Bakıda görüşürlər.